blogerlər haqqında gerçəkləri paylaşacağam, suallarınızı cavablayacağam. Qeyd eləmək istəyirəm ki, mənim məqsədim qeybət deyil, kimisə şəxsi həyatı ilə maraqlanmıram. Sadəcə bu artıq bloger dünyası Azərbaycanda pik səviyyəyə gəlib çatıb və gerçəkləri insanlar bilməlidir. Ona görə də nə sual verirsinizsə cavablayacağam. İtaliyada və digər ölkələrdə toy edən blogerlər haqqında. Dostlar, tam səmimiyyətimlə deyim ki, mən bilmirəm siz kimi deyirsiniz, çünki bu İtaliya ilə bağlı suallar çox gəldi. İtaliyaya gedib gəlmək üçün 2000 manat kifayətdir, yəni və toy eləmək də bilmirəm orada harda eləyirlər, toyu parkda eləyirlərsə pulsuzdur. Yazmışlar ki, dronla çəkiliş eləyiblər. Dronla çəkiliş eləmək isə maksimum 200 avro qiyməti var. Yəni çox böyük bir məbləğ tələb olunmur buna. Yəni həqiqətən bilmirəm, mən onları yaxından izləmirəm deyə bilmirəm kimi deyirsiniz, amma ola bilsin ki, həqiqətən çox zəngin insandır. Onda Allah canı sağ eləsin. Çünki Emirates hava yolları, yəni ki, bilirsiniz də, onun biznes klassındakı biletlər 20 min manatdan başlayır. 20 min dollardan daha doğrusu. Yəni elə bir biznes klassına tez-tez uçub qayıdıb gəlirsə, deməli çox zəngindir. Amma özünü zəngin kimi göstərirsə, qiymətləri sizə dedim. Yəni 2000 manat kifayətdir ki, İtaliyaya gedib gələsən, hansı ki, onu da normal adamlar qazana bilirlər. Normal hamısının maşını olmağı, bilmirəm siz kimləri nəzərdə tutursunuz. Əgər daha çox əməkdaşlıq eləyən bir blogerdirsə, bir influencerdirsə, maşını olmağı normaldır. Çünki onlar demək olar ki, heç nəyə pul xərcləmirlər. Kosmetika, gəzmək, geyim, bunların hamısı şirkətlərdən hədiyyə olduğuna görə, hədiyyə dırnaq arası deyirəm, çünki bir çox artıq dilənçiliyə çevirib bunu. Yəni onlar kifayət qədər pul qazanırlar əməkdaşlıqdan və onu altdan belə loru dildə deyim, xımır-xımır yığırlar ki, ya ev alsınlar, ya da ki, avtomobil alsınlar. Ona görə mən burada dəfələrlə demişəm, düzdür, mən çox tənqidə məruz qalmışam deməyə ki, onları baxıb gedib gəzməyin də, pulunuzu gəzməyə xərcləməyin. Mənə deyiblər ki, gəzmək üçün də həyat və s. və ilaxır. Nəsə o söhbətə girmək istəmirəm. Amma yəni onların səyahətə və s. verdiyi pullar öz ciblərindən deyil. Yəni onlar öz ciblərinin pulunu, yəni aktiv surətdə qazandıqları ciblərinin pulunu ya avtomobilə ya da ki evə xərcləyirlər. Ev məsələsində isə təmir məsələsi və yaxud dizayn, evin əşyaları hamısı şirkətlərdən pulsuz gəldiyinə görə mən öz evimi, studiomu təmir elətdirdim. Yəqin videolarımda görmüsünüz. Hamısını öz cibimdən verdim və çox gözəl bilirəm ki, nə qədər pul çıxdı. Yəni külli miqdarda heç gözləmədiyim məbləğdə pul çıxdı. Amma onlar bunu pulsuz eləyirlərsə niyə də eləməsinlər? Yəni Montenegroya axın edirlər. Yəqin onlara özəl endirim var. Endirim yox dostlar, tamamilə pulsuzdur. Yəni 99% üçün tamamilə pulsuzdur. Hətta mənə də gəlib bu təklif, qəbul etməmişəm. Yəni hal-hazırda Azərbaycandan Montenegroya getmək üçün viza tələbi olunmur. Ona görə daha çox travel şirkətləri bunu reklam edirlər ki, yəni kimisə biraz pulu varsa getsin, istirahət eləsin. Onlar üçün tamamilə pulsuzdur bilet və orada qalmaq. Kimsə pulsuz deyir, amma kimsə öz pulu ilə gedirsə günahını almayın. Bəlkə kimsə öz pulu ilə gedib, amma söhbət ümumilikdə blogerlərdən gedirsə, onlar üçün pulsuzdur. Hətta bəzi travel şirkətləri onlara ciblik pul da verirlər orada xərcləməyə. Hansısa bir insanın səyahət eləməyə maddi imkanı varsa və viza tələbi olmayan ölkələrə getmək istəyirsə, böyük ehtimalla birinci ya Birləşmiş Ərəb Əmirlikləri, yəni Dubay seçəcək, ya da ki İstanbul. Montenegroya baxır hansı şirkətlər, bəzi şirkətlər var ki, onlarda var belə bir barter təklifi. Misal üçün mən Samsung Galaxy S25 haqqında əməkdaşlıq videosu çəkmişəm, girib baxa bilərsiniz səhifəmdə. Onun üçün mənə telefonu pulsuz göndərdilər və təbii ki, məndə qalmadı o telefon, çünki onda hələ satışa çıxarılmamışdı. Amma mənə endirim təklif elədilər və yəni, çox yaxşı da alındı əməkdaşlığımız. Yəni başqa, əgər sırf burada xanım influencerlərdən söhbət gedirsə, fen və yaxud başqa elektronik əşyalar bəli pulsuz verirlər. Çünki bir düşünün də şirkətin qazandığı pulu. Yəni ona pulsuz verəcəklər və reklam olacaq. Düzdür, indi o mövzuya da toxunacağam ki, çoxsu ziyana düşür onlara hədiyyə verməklə və yaxud onlara əməkdaşlıq verməklə. Amma o psixologiya ilə ki, çox qazanacaqlar, ona görə çəkinmirlər verməyə. Peşman da olurlar, bəli. Peşman olmadıqları da var, bəli. Amma düşünməyin ki, hansısa bir bahalı elektronik əşya pulsuz verilir. Düzdür ki, onlar pulsuz səyahət eləyirlər, tamamilə doğrudur. Hətta mən buna 1 saat bəlkə yəni video çəkə bilərəm. Çünki çox dərin bir mövzudur. Çünki mən dəfələrlə izləyicilərim tərəfindən yazılır ki, bizim evdə davadır bu dəqiqə səyahət üstündə, filan bloger getdi, biz getmədik, filan kəs getdi, biz getmədik. Yəni onlar sizin yerinizdə olsaydı o influencerlar,
Onlar heç ömür boyu gedib ora çıxa bilməyəcəklər. İtaliyaya, Milana. Onların yəni ömründə elə bir qabiliyyətləri yoxdur ki, birincisi hansısa yəni orada heç dil bilikləri belə yoxdur. Oranı görmək üçün, bilmək üçün dünya görüşləri belə yoxdur. Mən bunu neqativ mənada demirəm, ha, yanlış anlamayın. Mənim ailəmdə də elə insanlar var ki, onun dil biliyi yoxdur. Yəni söhbət onları aşağılamaqdan getmir. Yəni həqiqətdən gedir ki, yəni onlar pulsuz səyahət eləyirlər, çünki səyahət şirkətləri həll eləyir hər şeyi onlar üçün. Yəni onlara baxıb özünüzü müqayisə eləməyin qəti surətdə. Başqa vaxt ətraflı danışaram bu səyahət mövzusunda, çünki çox dərin bir mövzudur. Mən 2011-ci ildə ilk dəfə cavidsüleymanlı.com domenini almışam. Web arxivindən baxa bilərsiniz. Bilirəm buna inanmayanlar var, amma həqiqətən yəni web arxivə girin baxın, Wayback Machine-ə. cavidsüleymanlı.com, Javid Süleymanlı belə yazılır. İngilis dilində paylaşımlar eləyirdim. Biraz əttökəndi paylaşımlarım, çünki ingilis dilini kimi yaxşı bilmirdim. Amma yəni o vaxtdan mən fəaliyyətdəyəm. 2011-ci, hətta ondan da əvvəl, çünki o pul yığıb almışdım cavidsüleymanlı.com-u. 15 il təcrübəm, demək olar ki 15 il eləyir də, bəli. Çünki mənim indi hal-hazırda 31 yaşım var. Təxmini 15-16 yaşdan başlamışam belə. O günlərdən, yəni ona görə də influencer aləmini çox yaxşı bilirəm. Çünki mən təkcə Instagram adlı platformada başlamamışam buna, yəni. O vaxtı MySpace var idi, blogger.com var idi, Blogspot var idi, Tumblr var idi. Yəni müxtəlif sosial platformalarda, yəni təcrübəm var bu sahədə, ona görə hər şeyi bilirəm. Dostlar, mən belə şey danışa bilmərəm, mən kiməsə böhtan ata bilmərəm, gözümlə görmədiyim şey deyə bilmərəm. Kiminsə hərcisi var, kiminsə yoxdur, kimsə o ödənişli nəsə ilə məşğul olur, yoxsa yox, onu yəni mən deyə bilmərəm. Düzdür, mən çox eşitmişəm, çox şayələr eşitmişəm kimlərsə haqqında, hətta evli olanlar haqqında, bunu elədikləri haqqında. Bəzi idmançılar var ki, onlar belə bu fəaliyyəti göstərirlər. Mən böhtan ata bilmərəm, yəni mən deyirlər ki, eşit inanma, yəni eşitmişəm, yəni deyə bilmərəm də mən ki, bunu sübut eləyə bilərəm sizə, ona görə belə şey haqqında danışmıram. Mən ancaq öz əmin olduğum, mən marketoloqam, bu sahənin içindəyəm və özüm nəyə əminəmsə, yəni o haqda danışıram. Üzr istəyirəm, ekranda şey var. Yəni o haqda danışıram. Mən nə danışa bilərəm ki, onların şəxsi həyatı haqqında gözümlə görməmişəm, amma eşitmişəm çox şeylər, bəli. Çünki artıq bu çox aktual bir mövzudur və baxıram ki, heç kim bu haqda danışmır. Baxın, bura mənim studiyamdır, bura mənim ofisimdir. Mən burada gənclərlə hər zaman oturub söhbət edirəm, elə bu masada da oturub söhbət eləmişik və görmüşəm ki, onlar çoxsu Azərbaycanda bəzi şeyləri başa düşmür. Biri var görünən hissə, üzdə olan nəsə. Bir də var ki, onun altındakı reallıq. O altındakı reallıqları belə baxıram ki, 20'li yaşlarında olan gənclər çox da başa düşmürlər. Bilmirəm, o yaşla əlaqədardır, yoxsa indiki dövrdən əlaqədardır. Yəni bəzən belə baxıram ki, gənclər hər şeyi biraz daha qırmızı eynəklə sanki baxırlar. Hər şeyi elə bilirlər ki, hamı düzdür, hamı doğrudur. Əslində elə deyil. Yəni reallıq tamam başqa cürdür. Və mən insanlara öyrətməyə, xüsusilə də gənclərə öyrətməyə çalışıram ki, siz özünüzü kimləsə müqayisə eləməyin. Reallığı bilin və reallıqla özünüzü müqayisə eləyin. Yəni bu mənim işimdir, bu mənim peşəmdir. Careers As proyektində də mən bu haqda yəni mən əsasən bilmək istərdim ki, onların dəriləri, bədən ölçüləri və s. yalandır, şop edirlər. Dostlar, mən bu məsələnin daha çox iqtisadi tərəfi ilə maraqlanıram. Yəni mənə yaraşmaz kimisə bədəni haqqında danışmaq. Çünki yəni indi onsuz da birincisi hamı Photoshop eləyir. Yəni təkcə influencer oldu, yoxsa olmadı. Yəni onu bir xanım çıxıb danışsa, tənqid eləsə daha yaxşı olar, nəinki mən. Amma xarici görünüş haqqında mən bir şey deyə bilərəm sizə ki, burun əməliyyatı var ha. Burun əməliyyatı o ucuz olunan əməliyyat o dəqiqə bilinir. Yəni bu burun əməliyyatı 400 manat olunubsa, bu dəqiqə bir influencer var, tez-tez çıxır qabağıma. Yəni o bilinir ki, o 300-400 manatlıq bir burundur. Özü bilərəm, mənim işimə qalmayıb. Sadəcə özünü zəngin göstərmək kimi çalışanda, yəni avtomatik bu ortaya çıxır ki, yəni bu həqiqət deyil axı. Yəni o burun əməliyyatı o dəqiqə bilinir. Yəni bunu nəzərə alın. Amma başqa görünüş haqqında mən heç nə deyə bilmərəm. Blogerlərin bahalı həyatları, ayda 3 dəfə xaricə getməkləri, villalı. Xaricə getmək haqqında danışdım artıq. Villa məsələsi isə ola bilsin ya özlərinindir, mən kiməsə böhtan ata bilmərəm. Amma bir çox zaman onlar yəni özlərinin olmayan evlərdə çəkilişlər eləyirlər.
Hətta müğənnilər də bunu eləyirlər. Hətta Emsan markası tanıyırsınızsa, yəqin ki, Emsan markası qab-qacaq. Mən özüm də reklam eləmişəm Emsan mağazasını. Bir dəfə Emsan mağazasını reklam eləyən bir xanım qarşıma çıxdı. Mətbəxdə çəkirdi videonu, açır mətbəxdə. Bir anlıq durğundum ki, mən bunların evində nə vaxt olmuşam? Bir anlıq belə qaldım ki, görəsən mən bu kimdir ki, mən bunların evinə getmişəm? Çünki mətbəx mənə çox tanış gəldi. Sonra da mənə tanış oldu ki, biz o mətbəxdə çəkiliş eləmişik. Çünki o mətbəx çəkiliş üçün verilən bir mətbəxdir. Yəni istənilən adam girib orada studiya kimi yerdə, amma evdə belə deyim də evdə studiya kimi fəaliyyət göstərir. Yəni gedib orada çəkiliş eləmişdi. Altına da hamı yazmışdı ki, nə gözəl eviniz var. O da yazmışdı ki, çox sağ olun. Yəni niyə həyatlarını göstəriş üçün yaşayırlar? Hamısı luxury yaşayır güya. Əsl lüks həyat yaşayanlar onlara baxıb gülürlər. Bunu mən sizə tam səmimiliklə deyirəm, yəni. Yadınıza düşür bir video çəkmişdim. Orada mən demişdim ki, həkimlərlə bir kollektivə düşmüşdüm mən, hansı ki, çox zəngin həkimlərlə, pulları həqiqətən çox olan həkimlər. Yəni onlara gülürdülər onlar. Yəni mən bunun birinci dərəcəli şahidi olmuşam. O ki qaldı niyəsini valla mən bilmirəm. Bunu yəqin ki, hansısa bir psixiatr, psixoloq və yaxud antropoloq araşdırsın, səbəbini tapsın. Məncə bu sevgisizlikdən irəli gəlir və bunun içinə düşürsənsə, bu mafiya kimi bir şeydir bu göstəriş. Yəni axıra qədər getməlisən. Yəni baxırlar ki, birinci bahalı restorana gedirlər özlərini göstərmək üçün, öz daxillərindəki boşluğu doldurmaq üçün. Sonra görürlər ki, başqa bir bloger başqa bir ölkəyə getdi, o dəqiqə onu da təkrarlamaq istəyirlər. Yəni bir-birlərinə bəhs eləmək üçün. Yəni nə deyə bilərəm? Influencer yoldaşına sanki maşın hədiyyə edir, amma sonra məlum olur ki, reklamdır. Mən burada influencerdan çox izləyiciləri günahlandırıram. Çünki yalanlar xırda yalanlarla başlayır. Birinci nəyisə göstərirlər olmayan bir şeylərini, ona inanırlar xırda bir şeyə. Sonra keçirlər biraz bahalıya. Görürlər ki, izləyicilər başa düşmürlər. Yəni belə deyim də, Azərbaycanda indi xahiş edirəm məni tənqid eləməyin buna görə. Mən reallıqdan danışıram. İntellektual səviyyəsi aşağı olan bir kütlə var. İntellektual səviyyəsi aşağı olan bir kütlə özlərinə elit təbəqə seçiblər. Hansı ki, bu toy müğənniləri, o inəyi satım, nə bilim nəyi satım, həyatımdakı nəyi satım, bir müğənnini gətirim toyuma. Baxın, eyni psixologiyada olan insanlar həm də özlərinə bu influencerləri bir kumir olaraq seçiblər, idol olaraq seçiblər və onların elədiyi hər şeyə inanırlar. Yəni xırda şeylərə inananda artıq yalanlar get-gedə böyüyür və artıq avtomobilə də inanırlar. Ona görə izləyici influencerlərin reklam etdiyi hər şey mi yalandır? Məsələn, salonlar, məhsullar. Belə deyim də sizə, əgər bir insan bunu öz işinə çeviribsə, onu heç vaxt pisləməyəcək. Misal üçün deyək ki, mən Apple şirkətində, rəsmi olaraq Apple şirkətində işləyirəm. iPhone-ların satışı ilə misal üçün məşğulam, Apple Store-da işləyirəm. Mən heç vaxt iPhone-u pisləməyəcəm ki, çünki rahat bir işimdən olmaq istəmirəm də, rahat həyatımdan nəyə görə bir aqressivlik yaşayım ki orada. Eyni şəkildə bu insanlar da artıq aktiv surətdə salonları reklam eləməklə məşğuldurlarsa, ona görə heç vaxt pisləməyəcəklər. Pisləyə bilərlər, ancaq özlərinin pul verdiyi yerləri. Bax belə. Yəni ona görə də bilmək lazımdır ki, kimə inanmaq. Məsəl üçün mənim öz şəxsi işim var, peşəm var. Kim mənə reklam verməyəcək, canı sağ olsun. Mən pul qazanmağın, yəni çox gözəl bacarıran bir şəxs olaraq öz karyeram var. Əgər bir insan amma bunu artıq işə çeviribsə, o pisləməyəcək.